Format barəsində demək istəyirəm. Yazıblar ki, formatın qiyməti elə 10 manatdır da. Əlbəttə ki, sizin yazdığınız formatla mənim yazdığım format arasında fərq var. Siz bir dənə flashkanı yazdınız, driverlər oturdu, oturmadı, müştəriyə verirsiniz. Və yaxud da ki, bir dənə driver pack yazırsınız, qalan məsələsi müştərinin öz problemidir. İkinci variant da var. Windows'u yazırsınız, başqa proqramları yazanda əlavə pul deyirsiniz. Yenə də qiymət qalxır. Amma bizdə servisdə necədir? Biz yazırıq, BIOS'unu update edirik, driverləri hamısını otuzdururuq, internetdə işləməsi üçün proqram təminatları yazırıq, tam notebooku sazlayırıq, lazım olmayan proqramlar var ki, hansı rezident olaraq işləyirlər, onlar performansı aşağı salır, onları söndürürük. Ən aşağısı olaraq bir notebook səhərisində bir iş günü vaxt gedir. Və müştəri bu notebooku alanda və 10 manatlıq format arasında fərqi görəndə heç vaxt demir ki, o 10 manatlığın yanına gələcəm. Bir adam ki, gəlir evdə 21 saata format edib gedirsə, 10 manat pul alırsa, o formatın istifadəsində müştəri çox əziyyət çəkəcək. Lazım olan şeyləri gəlib müştəri özü yazsın sonra.